Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş icmalımız, video icmalımız. Və bugünkü tıraşın səbəbkarları olacaqlar yoldaşlar. Deməli, YG şirkətə məxsus olan belə bir sintetik fırça olacaq. Səhv etmirəmsə 26 nod olmalıdır diametri nodun və sintetik fırçadır. Düzdür, suda saxlama ehtiyacı yoxdur, amma hər ehtimala isti suya saldıq, qoyduq qırağa. Sonra növbəti bizim iştirakçımız sabun olaraq olacaqlar. Sabun və aftaşev eyni deməli müəssisəyə aid olan Subtle Art Soap adlı belə bir sabun. Maple Bourbon'dur adı. Valla mən çox fikirləşirəm. Belə yağ, qaymaq, krem belə deyək, qoxusu gəlir sabundan. Amma bir növ azca açılışır deməli köpükləndiриləndə və artıq qoxu bir növ hansısa bir içkinin qoxusu gəlir. Budur onun aftaşevi, özünə aid olan. Burada deməli ingrediyentlər witch hazel'dır, alkoqoldur. Amma denat alkoqol, bilmirəm nə deməkdirsə. Fraqanslar var, oil, parfüm var. Polysorbal greased oil. Oxuram 2 saat. Gəlin baxın, pauza qoyub tərcümə edib baxarsınız. Budur. Və sabunu azca da olsa qaşıqla götürüb yapışdırırıq bizim qabımıza. Budur bizim qaşığımız və sabunumuz. Belə bolcasına götürün sabunu və yapışdırıram bu qabın dibinə. Keçən dəfəki tıraşdan da biraz qalıqlar var. Azca üstünə su alın bu sabunun ki biraz yumuşalsın. Və sonra fırça ilə götürdükcə suyu biraz da əlavə edəcək. Biz bir zamanda biraz suyu əlavə qoyub çox aldı. Məncə bəsdir. Üstəgəl mən tez bir zamanda belə bir aftaşev deyəndə ki krem adı ilə bizə satılıb. Bunu preşev kimi istifadə edin. Deməli, Bruno Banani'yə aid olan Magnetic Man adlı shaving krem kimi satılıb, amma shaving krem deyil. Mən bunu preşev kimi istifadə edirəm. Budur. Məncə hazır. Və keçirik bizim əsas səbəbkarlara. Əsas səbəbkarlar olacaqlar yoldaşlar. Treat Classic adlı tiyələrdir. Budur. Və bu gün də müqayisə tıraşımız olacaq 2 üz qırxanlar arası. Birinci deməli başlıq olaraq bizdə Lambda Ares ikinci model, yəni V2 və sapı Igor Zgurski tərəfindən hazırlanan belə bir titan sapıdır. Yüngüldür və beləliklə bizdə bu ki bizdə bümüc materialdandır, metaldandır. Bizim başlığımız ağırlıq keçir başlığa, beləliklə rahatdır istifadədə. Üstə gəldə əldə yaxşı yatır. Növbəti iştirakçımız olacaq yoldaşlar bizdə. Müller R41, amma paslanmayan poladdan hazırlanan orijinal Müller başlığı və sapı isə biz DS Cosmetic'in titan materialdan olan sapdır ki yenə də ağırlıq başlıqda olsun. Görsüz düşür. Belə. Üstə gəl yenə də yüngüldür və əldə yaxşı yatır bunun sapı. Orijinal sapı çox ağırdır, çox böyükdür və biraz istifadədə çətinlik çəkirəm. Tez bir zamanda 2 tiyə buradan çıxardaq, qablaşdırmadan da həmin 2 tiyəni tez bir zamanda yükləyib. 5 ədəd
tiyə olur bir qutuda. Səhv etmirəmsə 2 qabığı olur. Bəli, 2 qabıqlıdır. Rapira tiyələr kimi bu bir qabığı da içində var. Street Classic belə tiyələr. Görək sonra necə olur istifadədə. Növbəti tiyəmizi qabıqdan çıxardırıq. 2 qabığı var. Atırıq qırağa. Tez bir zamanda sökürük bizim bu 140-larımızı və yerləşdiririk tiyələri. Birinci Müller E41'dir. Paslanmayan polattan. Budur. Titan sapıyla sıxılır. CS Kosmetik'ten almıştım. İndirime düşmüştür. Kifayət qədər ucuzdur. Budur. Tiyə çıxıntısı çox azdır. Budur. Bulaqlar qıraqdan azca belə barmaqlara ilişir azca. Və davam edirik. Bizim Ares Lambda MS'ye aid olan tez bir zamanda ona da bu Street Platinum tiyəni yükləyirik. Yerinə qoyuruq. Sıxırıq və sapı bağlayırıq. Burada da sap titandır. Sıxırıq. Budur. Tiyə çıxıntısı görə bilirsinizsə. Burada da qulaqlar azca çıxır. Yox ki sonra çıxartmağa asan da olsun. Tiyənə dizayn olunur. Qoyuruq tiyələri qırağa. Və tez bir zamanda bizim bu fırçada olan suyu təmiz sıxırıq. Azad edirik sudan. Budur. Daha bir su qalmadı. Burada isti suyu. Başlayırıq köpürtməyə bu sabunu. Budur yoldaşlar, deməli birinci pərdə böyümə istiqamətdə Street Classic adlı tiyələrdir. Müller R41 140-xanımız və 4 günlük saqqal. Başlayırıq. R41'də təzyiq etməyə ümumiyyətlə ehtiyacı yoxdur. Amma mən etdim və artıq bir dənə medal qazandım burada. Davam edirik.
Yoldaşlar hazırdır. Sizin alması artıq DFS-dir. Yəni ki, belə deyək, bəlkə də zada ehtiyac yoxdur. Nədir? İkinci pərdəyə o qədər effektivdir. Və deməli Ares V2 model SAP Igor Zgurski tərəfindən hazırlanan və eyni ilə Treat Classic, deməli birinci istifadədə 4 günlük saqqal böyümə istiqamətdə davam edərək. Daha belə deyək, üzdə oraya 41 ilə hətta danışmağa qorxmadım belə. Çünki çox aqressiv üzdəki son üstə gəlirlər. Üstə gəldə çox effektivdir. Deməli V2 R41-dən fərqli olaraq üzdə daha mülayim hiss olunur, yəni ki, və belə deyək, daha komfortlu hiss olunur, yəni nisbətən. Amma misal üçün keçən tıraşda, keçmiş tıraşda bizdə deməli olmuşdu Jaws başlığı və Game Changer'ın və bizim bu Ares V2 model orada tamamilə əksinə, yəni ki, bizdə deməli böyümə istiqamətdə Jaws daha belə deyək, komfortlu hiss olunurdu, amma effektivliyi öz yerində idi. Ares V2 isə yəni taktik olaraq, yəni müqayisədə daha belə deyək, hiss edirdim. Amma hal-hazırda tam tərsinə V2 daha az hiss olunur üzdə, amma R41 gözə çarpan qədər hiss olunur üzdə, böyümə istiqamətdə. Mən tez bir zamanda üzümə biraz su vurub keçireyim növbəti deməli pərdəyə. Mikrofon bulaşdı. Köpüylə ona görə məcbur oldum, dəyişdim bizim bu mikrofonumuzu. Və tıraşımızı davam edərik. Böyümənin əksinə, tərsinə, yəni ki, görək nə gəlir başımıza. R41 mülə. Budur yoldaşlar. Hələ ki hər şey çox normal deməli öz axarı ilə gedir. Mənim çox xoşuma gəldi. Bu vaxta kimi əldə etdiyim nəticəni bir çox mikro çapıqlar əmələ gəlib görsün nöqtə-nöqtə. Və davam edirik. Bu da bizim Ares V2 böyümənin əksinə.
Budur yoldaşlar, tıraş sona çatdı. Heç üzümü yoxlamağa ehtiyac yoxdur. BBS-dir. Mən tez bir zamanda sərin suyla özümü yaxalayıb qayıdıram yanınıza. Devam edirik. Kamera qızır. Bilmirəm nə edin. Biraz bu formatı çoxaltmışam, yüksəltmişəm ki, çəkiliş daha keyfiyyətli olsun. Ona görə çalışın maksimum dərəcədə tez danışın və yekunlaşdırın bizim videomuzu. Mikrofon yadımızdan çıxdı. Artıq qırmızı işıq yanır və siqnallayır bizə ki, qorxuram. Burada dozator var. Çox belə xırda. Burada qoxu artıq karamel və həmin o spirtli içki şəkilli olan birbaşa onun qoxusu gəlib. Sabundan nə qədər qoxunu hiss etmək istədim. Aftershave-in qoxusu sadəcə olaraq belə möhtəşəmdir. Çox qəşəng, çox qəşəng. Çox xoşuma gəldi, çox qəşəng. Məsləhətdir aftershave-dir. Sabun da performansı pis olmadı. Sabun qaymaq kimidir. Sürüşkənliyi belə ortalama sürüşkənliyidir, amma oturuşu planı pis deyil, yaxşıdır. Qurumur. O da faktdır. Yəni nisbətən misal üçün o keçən dəfə istifadə etdiyimiz bu Zingarinin Brewery adlı bu sabunla müqayisə etsək, bu daha çox sürüşkənliyi var idi. Amma burada daha belə deyək də sıx və belə bir sabun alındı. Fırçanın performansı yüksək idi, sanki bir top gəzdirirsiniz üzünüzdə, tez bir zamanda köpük yaradır, özündə heç nə saxlanmır, nə varsa hamısını qaytarır özünüzdə, yəni ki köpük yaradanda. Çox xoşuma gəldi performansı və davam edirik yoldaşlar. Sabun haqqında danışdım, aftershave haqqında danışdım və əsas səbəbkarlarımız. Tiyələr bu iki üz qırxanda özünü çox belə deyək, pozitiv tərəfdən görsətdi. Nə belə deyək, kifayət qədər həm kəskin idilər və kifayət qədər effektiv idilər. Onu deyə bilərəm. Düşünürəm ki, biraz belə deyək, kəskin iti tiyələri götürsəydim, seçsəydim, nəticə biraz bəlkə də qanlı alınardı, belə deyək. Üz qırxanlar haqqında R41 gördüyünüz kimi bu yan, bu sağ tərəf hansı ilə ki mən R41 ilə üzümü qırxmışdım. Bir çox belə deyək, o ki alkoqol var tərkibində aftershave-in. Bir çox belə çapıq canlandı gördüyünüz kimi. Və qırmızıdır. Burada daha çox qıcıqlanma var sağ tərəfdə. O nə deməkdir? Yəni çox yaxın tıraş bəxş etdi. Böyümə istiqamətdə tiyə hiss olunurdu. Həm belə buralarda, yan tərəflərdə, düz yerlərdə də belə hiss olunurdu. Üstəyə burunda, bu dodaqlarda, yəni çox hiss edirsiniz. Əksinə qırxanda hiss olunmur, amma effektivliyi öz yerindədir və təbii ki, təzyiq etmək qətiyyən olmaz. Belə öz çəki altında belə deyək, ehtiyatla üzünüzü qırxırsınız. Heç bir şans saxlamır. Yəni fərqi yox, hansı tiyanı istifadə edin. Yəni saqqala heç bir şans saxlamır. Beləliklə çox mükəmməl BBS alındı bizdə R41 ilə. Nisbətən böyümə istiqamətdə müqayisə edəndə əksinə tiyə o qədər hiss olunmur. Bu R41 haqqında. Ares V2 R41-ə nisbətən böyümə istiqamətdə hiss olunmurdu. Tiyə demək olar ki, yox, hiss olunurdu, amma nisbətən yəni ki, demək olar ki, belə də və daha qıvraq idi. Burada elə siz deyən qızarma falan, qıcıqlanma yoxdur. Bircə burada bir dənə çapıq saldı, o da çox güman ki, nəysə tərlədiyim üçün nəysə çıxmışdı, onu kəsdi. Ayrı bir, bir də buraları biraz qırmızı oldu. Mikro çapıqlardır. Çox güman ki, bu yəni ki, o ki spirtli aftershave-dən istifadə etdim, hamısı canlandı. Amma üz qırxanda bura normal idi, yəni bir şey yox idi. Bir sözlə, yəni ki, nisbətən belə deyək, R41-ə baxanda üzə qarşı daha mülayimdir, daha travmolesdir və demək Ares V2
Müller daha aqressivdir, daha effektivdir, daha kəskin, daha yaxın tıraş verir. Hiss olunur artıq üzdəki bu qıcıqlanmaya görə. Burada isə həmin o qıcıqlanma yoxdur. Yəni beləliklə bu ikisini müqayisə etsək, kifayət qədər effektiv və dəriyə qarşı biraz daha çox mülayim Ares V2. Üstəgəl burnun altına V2 daha pis keçirdi, çünki çox əyilib. R41 daha asanlıqla burnun altı, belə çətin yerləri daha yaxşı qırxırdı nisbətən. Amma çəpinə, əksinə bir təhər, yəni oraları düzəltdim. Yəni bu kimi belə məqamlar bu iki üz qırxan arasında tapıldı və artıq kameramız biraz da qızdı və işıq daha tez-tez yanmağa başladı qırmızı. O ki, videomuz yarımçıq qalmasın deyənə, mən bu məqamda istəyirəm, düşünürəm bütün deməli iştirakçılar haqqında danışdım. Ona görə sağollaşıram sizlə. Sağ olun, gələn görüşlərə qədər. Sağ olun.